Sözün gücü. Ağızdan çıxan hər bir sözün öz frekansı və öz titreşimi var. Təbii ki, sizin ağzınızdan çıxardığınız hər bir cümlə, hər bir söz, hər bir niyyət fərq etmir. Bu kainatda bir titreşim yaradır. Və sənin bu dediyin sözlər gerçəkləşmək məcburiyyətindədir. Çünki sən onu ağzından çıxarmaqla artıq bunu istədin və bir titreşim yarattın. Sanki bir proqram yarattın. Baxın, belə düşünün, sanki bir nəfər dayanıb qapının arxa tərəfində, sən ona nə sifariş eləsən, o onu sənin üçün gətirəcək. Sən ona dediyin an, o keçəcək artıq o işi görməyə. Və sən bu gün ağzından bir söz çıxarırsan, o artıq gedir o işi yerinə yetirməyə. Bunu əgər mən sizə açıqlasam, bunu bu cür açıqlayardım. Bəzən siz insanlara fikir versəz görəcəksiniz ki, bir söz deyirlər və arxasıca deyirlər ki, iptal, ləğv eləyirəm kimi ifadələr işlədirlər. Əslində bunun heç bir mənası yoxdur. Bu boş bir deyimdir. Düzdür, məsələn, Sekret kitabını oxusaz orada da yazılıb bu barədə. Amma ki, yenə də sizə deyirəm, bu boş bir deyimdir. Belə bir hal yoxdur. Mən sözü deyim, sonra iptal edeyim. Əlində bir ox yay düşün və sən bu oxu çəkirsən yaydan və bunu buraxırsan. Sən o oxu necə göydə tutub qaytara bilərsən arxaya? Mümkündür belə bir şey, xeyr. İndi sual verəcəksiniz ki, yaxşı, mənim iptal deməyimlə, ləğv eləyirəm deməyimlə, bu sözü ləğv eləyə bilmirəmsə, bəs nə etməliyəm? Siz dərhal onun fərqinə vardığınız an oturub düşünməlisiniz. Mən bu sözü işlətdim. İndi anladım ki, səhv elədim. Bu mənə negativ olaraq qayıda bilər. Bəs mən bu sözü niyə işlətdim? Hansı duyğu hisslərimə görə işlətdim? Buna mən niyə ehtiyac duydum? Məsələsini araşdırıb, fərqinə vardığınız an artıq sizin ona ehtiyacınız qalmır. Ehtiyacınız da qalmadığı üçün bu sizə gəlmir, verilmir. Yəni, bir sözlə desək, siz cümləni, sözü işlətdiniz, iptal eləyirəm deyib özünüzü, hisslərinizi yola vermək yerinə, oturun bir qərar verin, düşünün ki, mən bu sözü niyə işlətdim, hansı duyğu hisslərimə görə işlətdim, bunun mənə faydası nədir, onun fərqinə varın və o məsələni o cür bitirin. Bunun ən gözəl qaydası da budur. Bəli, və sual verə bilərsiniz ki, mən bir şey istəyirəm, deyirəm, ağzımdan bu sözü çıxarıram, amma bu mənə gəlmir. Bəs bunda nə deməkdir bu? Bunun mənası nədir? Bunun isə açıqlaması odur ki, sən hələ ona hazır deyilsən. Yəni, sən bugün məsələn, milyon istəyə bilərsən ki, mənim milyonum olsun. Sən o milyonu xərcləməyə hazırsanmı? Sən bir özünə sual ver, yəni mənim əlimə məsələn bir 100.000 pul gəlsə, mən bunu neyniyəcəm? Haralara xərcləyəcəm? Və yaxud da əlimə milyon gəlsə, neyniyəcəm? Sən 90.000-ə, 100.000-ə hardansa bir otaqlı ev mi almağı düşünəcəksən, yoxsa 300, 400, 500.000-ə məsələn Nərimanovda ya şəhərin mərkəzində bir yerdə ev almağı düşünəcəksən. Burada da sənin bilincin açılacaq. Yəni, mən hansı düşüncədəyəm? Qıtlıq bilincindəyəm, yoxsa hələ o aşağı titreşimli bir düşüncədəyəm? Bax, bunu da sən buradan tapa bilərsən. Onun görə sözlərin gücü həyatımızda çox önəmlidir. Bu oruc məsələsi ki deyirlər, ən gözəli elə susmaq orucudur. İnsanın az danışmasıdır. Çox danışmamasıdır. Ona görə də keçmiş zamanlarda bu sahəyə ümumiyyətlə yönələn insanlar belə az danışmağı seçirlər, çox danışmırlar, insanlardan biraz uzaqlaşırlar, təkliyə çəkirlər. Bax, bunun hamısı səbəbi budur. Çünki ağızdan çıxan söz çıxana qədər sənindir, çıxandan sonra sənin deyil. Bu el arasında belə bir deyim var, söz ağızdan çıxsa sənin deyil, çıxana qədər sənindir. Yəni, iptal eləyirəm, ləğv edirəm deməklə, inanın ki, mənə bu mənasız bir şeydir. Yəni, bunun heç bir mənası yoxdur. Sadəcə özünə bir təskinlik, rahatlıq vermək üçün sən bu yolu seçirsən. O söz ki, ağzından çıxardınca sən onun fərqinə var. Mən bu sözü hansı ehtiyacıma görə dedim. Onun fərqinə var, bu məsələni bitir. Sözlərin həyatımızda gücü çoxdur, bəli, həqiqətən çoxdur. Siz bütün o kapasitenizi açsaz, bütün o belə deyək, enerji bədəninizi toparlasaz, çakralarımız olsun, sefiralar, meridianlar olsun. Bəli, çox şey həyatınızda çəkib gətirə bilərsiniz. Təbii ki, sənin xeyirli olan. Çünki sən həmişə nə deyirsən? Allahım, mənə xeyirli olanı ver.
Allahım haqqımda xeyirli nədirsə o olsun ifadələrini işlədirsən. Onun üçün çalışın ki, biraz bunu da dəyişin ki, haqqımda yaxşısı nədirsə olsun. Çünki biraz xeyir yaxşıdan biraz ağırdır. Yaxşı mənada yəni ağırdır. Sən özün xeyirli olanı istəmirsən də və Allah da sənə onu vermir. Niyə vermir? Çünki sənin üçün xeyirli deyil axı, bu sənin ziyanvadır. Ziyanlı olduğu üçün də sənə vermir. Amma sən onu görə bilmirsən ki, bu mənim ziyanıma deyə Allah bunu mənə vermir. Ancaq düşünürsən ki, mən bunu istədim, Allah mənə bunu niyə vermədi? Bəs deyirdin axı mənim xeyrim olan verir. O da sənin xeyri olan verir. Sən çox istəyəndə artıq onu əldə eləyəndə, istədiyin nəticələri ala bilməyəndə deyirsən ki, Allahım mənə niyə belə elədin? Axı özün istəmişdin. Ona görə də hər bir şeyə fərqinə varmalısın mütləq şəkildə. Bir sözlə desək, sözlərin, ağızdan çıxarız hər bir kəlmənin həyatınızda böyük təsiri var. O cəhətdən diqqətli olun. Amma bu o demək deyil ki, gedin paranoyal səviyyədə diqqətli olun. Yəni heç danışmayın ki, ay birdən səhv söz çıxardan lazım. Səhv söz çıxardırsa səhvinizi düzəldəcəksiniz. Bu məndə də olur, bu hamıda var. Olur ki, bizdə də olur, ağzımızdan elə bir söz çıxır ki, insanıq, həyatda hər şey ola bilər. Amma fərq ondadır ki, mən yanlış bir söz çıxardanda onun dərhal fərqinə varmağa çalışıram ki, görüm mən harda nəyi yanlış elədim, mən bu sözü niyə işlətdim. Amma sən onun fərqinə varmırsan sadəcə olaraq. Bax, budur fərq. Sən də əgər o fərqinə varmağı seçsən, əla olacaq hər şey. Diqqətinizə görə təşəkkür edirəm.